buyurun. Mənim qıçımda qızıl yeldir. Deməli şişir, qızarır. Hardasa bir 10 gün kimi onun qızdırması 40-dan aşağı düşür. Biraz müalicə alıram, indi reseptlər var, lazım olsa atıram o reseptlər də sizin WhatsApp-la. Mənə yazırlar, deməli, belə deyək ki, antibiotiklər. Yox, ad çəkmir, dərman adı çəkmir. Dərman adı çəkmir, məlumdur. Bir ayağındadır, iki ayağındadır. Bir ayağımda, sağ ayağımda, bir ayağımda, sağ ayağımda olur. Nə qədər vaxtı başladığı? Bu hardasa 3 ildir məndə gedir. Hə, orada belə bir çox, nədir, sualının axırı nöqtəsi nədir? Hə, elə bilginə ki, sonradan ağrılar çəkilir, şiş olaraq da qalır, şiş vapşe getmir. 2 il tamam oldu, 2 ildən sonra bir də tutur. Rovna 2 il tamam olduğu günü tutur yenə. Aydın, çox sağ olun, sualınıza görə minnətdaram. Demək, qızıl yelin bir xüsusiyyəti var. İmmunitet yuxarıdırsa, yəni normal vəziyyətdə durursa, qayıtmır. Ola bilər 10 illərlə qayıtmasın. İmmunitet düşən kimi gəlir. İmmunitet düşən kimi gəlir və ona görə də məsləhət deyirsin, niyə 2 il tamam olanda gəlir? Orada mütləq mənada çox gözəl effekt verir immunitetin qaldırılması. İmmuniteti qaldırmaq üçün də bu gün artıq ən çox da görürsünüz, fəslin bu dövrünə rast gəlir. Çünki vitaminsizlik, qışdan çıxmış bir vəziyyətdir və bu baxımdan da ötəsindən gələ bilməsən, gəlirsən, baxım, yoxlayım. Orada zəli müalicəsi də çox gözəl effekt verir. Məlhəmlər çox gözəl effekt verir. Nə imkan var, sizə kömək eləyəcəm Allahın köməyi ilə.